yadınızdasa 2012-ci ildə biz Avliqandan düşən ərəfədə. Bəli. Həmin elə mən Allah rəhmət eləsin, haqq dünyasındadır Beyoğlu Hacı. Beyoğlu Hacı xəstəxanada yatırdırdı, komanda mən hazırlayırdım. Biz Apo'yla oyuna hazırlaşanda, həmin dövr bizim oyunumuz Apo'yla təxmini yadımdasa avqust ayının onunla düşürdü, ya bilməm. 12-13 bir arası olmalıydı. Həmin demək oyundan əvvəl biz Qarabağla oynayırdıq. Demək 2 gün sonra biz Apo'yla oynamalıyıq. Mən müraciət elədik, yəni saxlanla biz müraciət elədik ki, bir gün mən oyunun təxirə salınma. Bu gün sosial şəbəkələrdə oxudum ki, oyunun təxirə salınmağa söhbəti gedib. Yox. Mən sadəcə müraciət edim ki, bir gün arxaya çəkin ki, 2 gün süni ot örtüyündə oynamaq ağırdır. İndiyənəcə bu söhbəti heç adı deyilməyib. Yəni, ekskluziv olaraq buradan deyilsin. Burada mən olmuşam, o söhbətdə qurban olub. Bir də PFL-nin keçmiş prezidenti Ramon Musayev sağ olsun. Yəni, o bizi dəstək verdi. Gedən prosesi də deyəcəm. Sən gələk ki, bu açıqlama verəcəm. Demək, dedim ki, 2 gün ardıcıl oynamaq sünnət ortayında. Özdə Qarabağla oynayıb da, ardınca da deyək ki, Apo'yla oynamaq futbolçulara çox ağır təsir edəcək. Ayaqlarında demək, bərpa üçün çətinlik olacaq. Heç olmazsa bir gün çəkin, 3 gün olsun. Getdi, Ramon Müsəvlə zəngiləri danışdıq, məktub getdi, Ramon Müsəv məni çağırdı, qurban, üçümüz onun otağında olduq, razılaşdıq. Söhbət getdi, çıxdı Elxan Məmmədova. Bax, aləm onda orada dəydi. Elxan Məmmədov Fox'a dedi, Fox dedi ki, ola bilməz, dəyişiklik ola bilməz. Dedim, mən oyunun təxirə salınmağını istəmirəm. Bir gün oyun geri çəkilsin, 3 gün olsun ki, futbolçu normal bərpa olsun ki, bu oyuna... Önəmli oyundur, bəli, çox önəmli oyundur. Təsəvvürlə ki, elə bir aləmə qatılar bir-birinə, mən dedim ki, ehtiyac yoxdur. Dedim ki, qurban, çox sağ ol, mən təşəkkür edirəm, minnətdarım, yəni bu şeyi gözləmirdik. İndi nə oldu, necə baş verir ki, biz nə qədər oyunlar təxirə salmışıq, biz nə qədər oyunların vaxtını dəyişirik. Yəni, amma elə bir dənə komanda üçün, yəni mən Qarabağ çox sevirəm, biz niyə peşəkar cəhətdən biz bu işlərə yarırıq? Əgər Neftçinin haqqıdır, razılıq verə də bilər, verməyə də bilər. İndi məsələn, başqa bir tərəfi də var ki, sabah eləməsən, razılıq verməsələr, Qarabağ məhəllədən keçməsələr ki, Neftçi günahkar olacaq. Yəni, çox işləcək o üstünə. Biz peşəkar cəhətdən baxmırıq. İndi Qarabağa bu Neftçi deyək ki, hörmət eləsin, Qarabağ keçməsə, yenə də başlayacaqlar artıq Qarabağı ittiham eləmək ki, nə məcbur idi. Yəni, bizim yanaşmamız tamamilə fərqlidir. Biz bir işə peşəkar cəhətdən yanaşmırıq. Biz yanaşmırıq. Qarabağ keçmədir. Axı, heç kim bilmir ki, keçəcək, keçməyəcək. Reallıqlar da var da. Müəllim, indi qarşıda Newcastle-dır. Yəni, bir gün etiraf eləyək ki, yəni mən təbii ki, Qarabağ klubunun uğurlarını yəni göz ardı eləyə bilmərik. Yəni, çox böyük əziyyət çəkilib və əziyyətin, zəhmətin bəhrəsidir. Biz hər zaman bunu deyirik. Amma azarkeşlər artıq fərqli gözlənti içərisindədir. Newcastle səddini keçməyə belə yəni düşünürlər. Yəni, biraz realist olmaq lazımdır. Yəni,